Salam, hər vaxtınız xeyir. Bugün biz sizlə kakuro mövzusunun izahına baxacağıq. Ümumiyyətlə kakuro nədir və necə həll olunur? Mən ötənki videolarımda Yapon oyunlardan videolar çəkmişəm. Onu zəhmət olmasa onlara baxarsınız ki, Yapon oyunları haqqında sizin məlumatınız olsun. Ümumiyyətlə kakuro necədir və necə həll olunur? Kakuro sizə belə bir xanalar verir və bu xanalara bildirir ki, burada uyğun olan qiymətləri yazın. Bəs bu qiymətləri siz necə yazacaqsınız? Kakuroda baxın, elə bilin ki, bu evdir. Evin damına, krışasına bunun cəmi yazılır. Yəni D ilə A-nın cəmi 13-dür. B ilə C-nin cəmi X-dir. C ilə A-nın cəmi 9-dur, B ilə D-nin cəmi 7-dir. Və bu tipli kakurolarda bura ilə buranın cəmi bir-birinə bərabərdir. Yəni 9 ilə 7-nin cəmi 16, 13 ilə neçənin cəmi 16 eləyir 3-ün. Yəqin ki, bura aydın oldu. Və bir sıra kombinasiyalarımız var ki, mən də onları sizə qeyd eləyəcəm. İlk öncə bildirim ki, kakuroda 1-dən 9-a qədər rəqəmlər iştirak edir. Kakuroda heç zaman 0 olmaz. Kakuroda heç vaxt mənfi rəqəm ola bilməz. Kakuroda heç vaxt 2 rəqəmli ədəd ola bilməz. Kakuroda eyni rəqəm iştirak eləyə bilməz. Yəni, tutaq ki, bunu məsələn, tutaq ki, 9-u sən yaza bilmərsən 9 plus 0, 0 iştirak etmir. Məsələn, 11-i sən yaza bilmərsən, tutaq ki, 13 plus mənfi 2. Aydın oldu mu? Daha sonra 2 rəqəmlərdə də iştirak edə bilməz. Tutaq ki, sən 20-ni yaza bilmərsən, 11 plus 9. Bir dənə də olsun 2 rəqəmi iştirak edə bilməz. Daha sonra eyni rəqəmdə, yəni tutaq ki, 16 vereyim. 16-ı sən 8 plus 8 yaza bilmərsən. Və bir sıra kombinasiyalarımız var ki, əslində bu kombinasiyaların sayı çoxdur. Sadəcə olaraq mən sizə bir qismini yazacağam ki, ona yəni sizə bir köməyi olsun. Bir də bir şey deyim ki, bu kitabda olan kakuro biraz rahat kakurolar sayılır. Siz magistratura azın kakurolarına baxa bilərsiniz. Yaxud da elə onlar hamısı oyunlardan götürülmə kakurolardır. Siz kakuronun Play Store-da ya App Store-dan yüklüyürsünüz, orada baxırsınız, yəni oynaya bilərsiniz oradan. Hardasa bir 20-30 oyun oynasa sizin üçün kifayət edir. Bütün kakuroları eləmiş olacaqsınız. Keçin mən sizə kombinasiyaları yazım. Tutaq ki, 3-ü sən yaza bilərsən ancaq 1-dən 2 kimi. Düzdürmü? Daha sonra sən yaza bilərsən 4-ü yaza bilərsən 1-dən 3 kimi. Daha sonra məsələn 6-nı 3 dənə rəqəm kimi 2, 3, 1 kimi yaza bilərsən. 7-ni 3 dənə rəqəm kimi ancaq yaza bilərsən sən. 7-ni yaza bilərsən ancaq 2, 4, 1 kimi. 16-nı 2 dənə rəqəm kimi ancaq yaza bilərsən 9-la 7 kimi. 17-ni yaza bilərsən 2 dənə rəqəmdən ancaq 9-la 8 kimi. 24-ü yaza bilərsən 3 rəqəm kimi 9, 8, 7 kimi. 23-ü yaza bilərsən 9, 8, bir də 6 kimi. Bu kombinasiyalar yadınızda qalsın. Niyə mən başqa kombinasiyaları yazmıram hələ ki? Çünki tutaq ki 5 rəqəmli. 5 rəqəmini yaza bilərsən 4, 1, 2, 3. Artıq kombinasiyalarım çoxalır. Ona görə bunlar elədir ki, bunlar 100%li kombinasiyalar ki, ancaq bu tipli yazacaq bunlar. Daha sonra keçirik misalı həll eləməyə. Baxırıq bura. Dedik ki, bura ilə buranın cəmi, bura ilə buranın cəminə bərabərdir. Aydın oldu. 3-ü sən necə yaza bilərsən? Yaza bilərsən sən 1-dən 2 kimi, düzdürmü? 1-i buradan yazsan 2 olacaq burada. Neçə ilə 1-in cəmi 7 eləyir 6, neçə ilə 2-nin cəmi 9 eləyir 7. Vəssalam, A-nın qiyməti 7-dir. Daha sonra D-nin qiyməti 6-dır, X-in qiyməti 3-dür, C-nin qiyməti 2-dir, B-nin də qiyməti 1-dir. Qiymətini hesablasam 1 plus 2, 3, plus 3, 6, 13-dən də 6 çıxırsan eləyir 7, B variantı. Keçirik ikinci testin izahına. Necə eləyirik bunu? Bununla buranın cəmi bərabərdir. 16 ilə 12-nin cəmi neçə eləyir? 28. 11-də neçənin cəmi? 28-dir. 17. Y 17-dir. Daha sonra bayaq biz dedik ki, 17-ni neçənin cəmi kimi yaza bilirsiniz? Baxın, 9-la 8 kimi. 8-i buraya yaza bilmirsən. Niyə? 8-i buraya yazsam kakuron pozulmuş olacaq. 8 plus 8 16 eləyir. Ona görə bura 9-dur. Aydın oldu. Bura 9-da bura neçə olacaq? 8. 8 ilə neçənin cəmi 12 eləyir? 4. S-in 4-dür. Neçə ilə 4-ün cəmi 11 eləyir? 7. Demək, elin də burada 9-dur. Vəssalam. 9 ilə 4-ün cəmi 13. 17-dən də 13 çıxırsan eləyir 4. C variantı. Keçirik 3-cü sualın izahına. Necə edirsiniz bunu? Minimum YL çıxılsın S. Hasili veribsə minimum. Demək, hasilin ən balaca qiymətini götürürsünüz. Yenə də eyni qayda ilə 11 ilə 9-un cəmi eləyir 20. 15 ilə neçənin cəmi 20 eləyir 5. İndi baxın uşaqlar.
üzr istəyirəm. Y-yə heç zaman 1 verə bilmirsiniz. Niyə? 1 versən bura 14 olacaq. 2 verə bilmirsən 13 olacaq. 3 verə bilmirsən 12 olacaq. 4 verə bilmirsən 11 olacaq. 5 verə bilmirsən olacaq 10. Daha 6 verə bilmirsən. Niyə? Çünki 6 versən bura neçə olacaq? 9. 9-la da neçəni cəmi? 9 eləyir. 0 mənim kakuru pozuldu. Demək, y-nin ən balaca qiyməti 7-dir. Aydın oldu. 7 ilə neçəni cəmi 15 eləyir? 8. 8 ilə neçəni cəmi 9 eləyir? 1. Elin 1-dir. 1 ilə neçəni cəmi 5 eləyir? 4. Vəssalam. Y-ni elə vurur. Çıxır S-i. 7 vur 1, çıx 5. Bu da eləyəcək 2. A variantı. Daha sonra keçirik növbəti testin izahına. Burada səndən soruşur ki, maksimum YLS düzdürmü? Yenə eyni qayda ilə 10 ilə 6-nın cəmi 16, 13 ilə neçəni cəmi 16 eləyir? 3-ün. Aydın oldu. Y 3-dür. Bir mənalı. İndi baxın, hasilin böyük olması üçün ədədlər böyük olmalıdır. S-i sən 1 də verə bilərsən, 2 verə bilərsən. Axı sənin burada S-in iştirak edir, ona görə S-in 2-dir. Neçə ilə boşluq yerin cəmi 3 eləyir. Bura boşluq olacaq 1. Aydın oldu. Bura 1-dirsə, neçə ilə 1-in cəmi 10 eləyir? 9. Burada olacaq 4. S-in 2-dir. Elin də olacaq 9. Bunun da qiyməti olacaq 9-u 3-ə vurur 27, 2-yə vurur olacaq 54 D variantı. Sonra keçirik 5-ci suala. Baxın uşaqlar. Bura ilə buranın cəmi buradır. Bura, buradır. Bura ilə buranın cəmi buradır. İndi baxın, hardan başlayacağıq? Məsələn, başlayarıq buradan. Məsələn, S-i 1 verə bilmirsən. Niyə? 1 versən, 1-dən neçənin cəmi 13 edir, 12. Olmaz. 2 verə bilmirsən. Çünki bura 11 olmalıdır. 3 verə bilmirsən. Bura görə 10. Bura 4 verə bilərsən. Vəssalam. S 4-dür. Neçə ilə 4-ün cəmi 5 edir? 1. Aydın oldu. Neçə ilə 4-ün cəmi 13 edir? 9. Bayaq dedik ki, 6-nın 3 dənə rəqəm kimi necə yaza bilirsən? 2, 3, 1 kimi. Düzdür? Burada 1 var. Neçə qaldı? 2 ilə 3. 2-ni bura yaza bilmirsən. Niyə? 2 yazsan bura 10 olacaq. Ona görə bura 3-dür, bura 2-dir. Elin 2-dir. Daha sonra neçə ilə 3-ün cəmi 12-dir? Y 9-dur. Neçə ilə 9-un cəmi 14-dür? 5. Vəssalam. 9 plus 12, 11, üstə 4, 15. Bir də uşaqlar, bayaq bəzi uşaqlar var ki, testləri işlədir. Ay müəllimə, axı burada 5-dən 5. Uşaqlar, bu cəmi 5-dir, bu isə ədəd qiyməti 5-dir bunun. Bununla bu bax 4-dən 1-in cəmi 5-dir. 5-dən 9-un cəmi 14. Elə bilin ki, evdir, evin krışası. Bax bu bir dənə evdir, bu 2 dənə evdir. Bu 5-dən bu 5 bir-birinə aidiyyatı yoxdur. Sonra keçirik 6-cı sualın izahına. Necə edirik bunu? Həmişə də sizə bir ipucu verəcək. Baxın, ya 24-ü verir, ya 6-nı verir, ya məsələn verəcək sizə 17. Həmişə ələxsus bir dənə sualda bir dənə də olsun ipucu olacaq. Nə ipucusu? Onun ancaq bir dənə gedişi var, o ipucu. 24-ü. Baxın uşaqlar, bunu yazaraq izah eləyəcəm ki, rahat başa düşəsiniz. Məsələn, 24-ü necə yaza bilirdik? Baxın bura, yazırdıq burada 9, 8, 7, düzdür? Sən bura 9 yaza bilmərsən. Niyə? 9 yazsam, 11-də 9 çıxanda neçə eləyir? 2. 2-ni necə yaza bilərsən? Heç cürə. Məsələn, 9-u burada yaza bilmərsən. Niyə? 9-u bura yazsam, bura olacaq 1, 0 olmalıdır. Düzdürmü? O da olmaz. Demək, 9-un yeri buradır. Bax yuxarı. Yuxarı sən 8 yaza bilmərsən. Niyə? 8-i bura yazsan, bura olacaq 1, 1. Olmaz. Demək, bura 7-dir, burada 8-dir. Elin 8-dir. Yəqin ki, bura aydın oldu. Uşaqlar, 6-da necə yaza bilərik? 2, 3, 1 kimi. 3-ü buradan yaza bilmərsən. Niyə? Çünki 3-ü buradan yazsan, 3, 7 üstü 3 uje 10 elədi. Bura gərək 0 olsun. Bura ya 2-dir, ya da 1-dir. İndi bura baxırsan, bura 2 yaza bilmirsən, 1 yaza bilmirsən. Niyə? Çünki 1 yazsan, bura olacaq 10. 10-un üstə neçə gələndə 10 eləyir, 20 eləyir, 10. 2 yaza bilmirsən. Niyə? 2-ni buradan yazsan, 9 üstü 2, 11. Burada 9 eləyəcək 20. Demək, bura 3-dür. Əssalam, 7, 3-dür. 9-un üstə 3 gəlirsən, 12, bura olacaq 8. 6-nı neçənci cəmi kimi yaza bilirsən? 3, 2, 1 kimi. Bayaq yazmışdıq. Demək, bura 1 yazsan, bura olacaq 2. Düzdürmü? 8 üstə 2 gəlirsən, 10, bura eləyəcək 11. 8 üstə 1, 9, burada olacaq 2. Baxın, hər tərəfdə cəm alındı. Demək, məndən də soruşur, Y ilə L-in cəmi, 3 də 8-in cəmi olacaq 11. Bu kitabda cəmi 6 sual var. 6 sualda izah elədim. Ümidvaram ki, siz ən az da olsa Kakura nədir anlayışını bildiniz. Əlavə olaraq oyunlarını oynayarsınız. Bir də Magistratura Azın kitabında olan Kakuralardan istifadə edə bilərsiniz. Uğurlar.